Aparıcı Zaur Baxşəliyev qohumu tərəfindən məruz qaldığı şiddəti etiraf edib. Aparıcı verilişində bu haqda danışıb. O bildirib ki, hələ də həmin şəxsi bağışlamayıb. Həmin anı hələ də unuda bilmirəm. Bir qohumum tərəfindən şiddətə məruz qaldım. Evdəkilərin yanında olmuşdu. O adamı heç vaxt bağışlamamışam və bağışlamayacağam da. Həmin günü hər saniyəsinə qədər xatırlayıram. Necə şillə vurdu və məni döydü. Bunu unutmayacağam. Düşünməyin ki, uşaqdır, böyüyüb unudacaq. Heç kim unutmur. Aktyor Müşfiq Şahverdiyev anası ilə bağlı paylaşım edib. Sənətçi valideyninin ad günü olduğunu bildirib. Səni təbrik edirəm ana, 100 yaşa. Mənim həyatımın mənası. Allah səni mənə çox görməsin. Allah bütün valideynləri qorusun. 65 yaşın mübarək.